وذكر فإن الذكرى تنفع المؤمنين. الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله وعلى آله وصحبه ecmaîn. Amma ba'd. Ən birinci qardaşlarımı salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Və elhamdülillah qardaşlarımız istədilər ki, xatırlatma eləyək. Və həqiqətən də möminlərə xatırlatma etmək həqiqətən də möminlərə fayda verir. Necə ki, Uca Allah öz kəlamında buyurur ki, فَذَّكِّرْ xatırlat فَاِنَّ الذِّكْرَ تَنْفَعُ الْمُؤْمِنِينَ Həqiqətən də xatırlatmaq möminlərə fayda verir. Və elhamdülillah xatırlatmaq istədiyim həm qardaşlarıma, həm də özümə bir neçə məsələ var. Onlardan birincisi, təbii ki, hər zaman olduğu kimi bütün nəsiyyətlərin başında gəlir hansı ki, o da təqvadır, Allah subhanahu və teala'dən qorxmaqdır. Çünki Allah subhanahu və teala'dən qorxmaq bütün xeyirlərin açarıdır, bütün xeyirlərin başıdır, əvvəlidir. Çünki təqvanın, necə ki, alimlər tərifini veriblər, təqva Allah subhanahu və teala'nın əmirlərini yerinə yetirib, Allah subhanahu və teala'nın qadağan etdiyi şeylərdən də çəkinməkdir, təqva budur. Və necə ki, Allah subhanahu və teala ondan qorxmağımızı bizə əmr edib. Və Allah subhanahu və teala buyurur ki, Yə eyyuhəl-ləzīnə əmənuttəqullahə Ey iman edənlər, Allahdan qorxun. Və Allah subhanahu və teala bu ayədə əmr edir ki, ondan qorxaq. Yə eyyuhəl-ləzīnə əmənuttəqullahə Allahdan qorxun, əmrdir burada. Və sonra ayənin davamında Allah subhanahu və teala əzəmətli bir kəlam deyir. Və istəyirəm ki, təqvadan kənara çıxıb bu məsələyə toxunaq. Çünki çox mühümdir və necə ki, biz bugün həmən gündəyik və bu günü adlandırırlar 1 aprel aldatma günü. Hansı ki, deyirlər ki, bugün aldatma günüdür. Subhanallah, təəssüf edirik ki, bəzi müsəlmanlar, bəzi möminlər də kafirlərin qoyduğu bu sünnəyə düçar olublar, düşüblər. Görürsən ki, onlar da bunu tətbiq edirlər. 1 aprel adam aldatma günü. Allah subhanahu və teala'ya sığınırıq. Bu cür rəzillikdən, yalan danışmaqdan, bu cür alçalmaqdan Allah subhanahu və teala'ya sığınırıq. Allah subhanahu və teala özündən qorxmağı əmr etdikdən sonra deyir ki, Yə eyyuhəl-ləzīnə əmənuttəqullahə və qulu qavlən sədidə Ey iman gətirənlər, Allahdan qorxun və doğru söz söyləyin. Yalan danışmayın. Adam aldatma günü deyə bir şey yoxdur. Bu kafirlərin sünnəsidir və bizə Muhammed sallallahu aleyhi və səlləmin sünnəsindən yapışmaq əmr olunub. Və istədim ki, xatırladım, Allah subhanahu və teala islah etsin. Hətta bəzi möminlər, bəzi müsəlmanlar da bu bəlaya düşüblər. Sonra isə dedik ki, təqva, Allah subhanahu və teala bunu əmr edib. Başqa bir ayədə Allah subhanahu və teala diqqət edin nə deyir? Yə eyyuhəl-ləzīnə əmənu Yə eyyuhəl-ləzīnə əmənuttəqullahə eyni ləfslə. Ey iman gətirənlər, Allahdan qorxun. Və kunu mə'əs-sadiqin. Ey iman gətirənlər, Allahdan qorxun və doğru danışanlarla birlikdə olun. Sadəcə sənin doğru danışan olmağın kifayət deyil. Yalancılarla oturmayacaqsan. 1 aprel yalan danışma günü etiqadında olanlarla oturup durmayacaqsan. Kunu mə'əs-sadiqin. Doğru danışanlarla, sadiqlərlə birlikdə olun, deyir Allah subhanahu və teala. Və təqva haqqında geniş danışmaq olar. Allah subhanahu və teala başqa ayələr deyir ki, وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنْ اِتَّقُوا اللّٰهِ Biz sizə də, sizdən əvvəlki kitab verdiyimiz ümmətlərə də Allahdan qorxmağı tövsiyə etmişdik. Və bir çox ayələr var. وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا Kim Allahdan qorxsa, Allah ona çıxış yolu verər. وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ Və ona gözləmədiyi yerdən ruzi verər. وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا Və Allah subhanahu ta'ala'nın kitabında çoxdur bu cür təqvaya çağıran ayələr. Kim Allahdan qorxsa, Allah onu işlərini asanlaşdırar. Ya eyyuhellezine amenu ittaqullaha Ya eyyuhellezine amenu
İn təttəqullah. Allah Subhanahu buyurur ki, ey iman gətirənlər. Əgər siz Allahdan qorxsaz, şərt qoyub Allah Subhanahu. Əgər qorxsaz, qorxmayana aid deyil. Əgər siz Allahdan qorxsaz, yec'al lekum furqana. Allah sizə furqan verəcək. Haqla batilin arasını ayırt etmə bacarığı verəcək yəni sizə. Və sonra isə təqva haqqında yenə deyirəm, geniş danışmaq olar, lakin məqam o deyil. Başqa bir mövzuya da toxunmaq istəyirik. Ona görə qısa olsun. Allah Subhanahu Taala'dan istəyirəm ki, bizi təqva əhlindən etsin. Sonra isə elhamdülillah biz artıq mübarək Ramazan ayını geridə qoyduq və mübarək Ramazan günlərini geridə qoyduq. Allah Subhanahu və Teala'dan istəyirəm ki, həm məni, həm məclisdəki qardaşlarımı, həm də bütün müsəlman bacı və qardaşlarımızı bu aydan bağışlanaraq çıxmağı hamısına ihsan etsin, əta etsin. Və toxunmaq istədiyim qısa olaraq məsələ, qardaşlarım, Ramazanın bitməsi ilə Allah Subhanahu və Teala'ya olunan ibadətlər bitmir. Sən necə ki, Ramazanda Rəbbivə ibadət üzərində oldun, bir ay orucları tutdun, bu onu göstərir ki, sən Ramazandan sonra da oruclara davam edə bilərsən, sənin buna gücün çatır. Çünki Ramazan məktəb idi, səni örgətdi. Sənə göstərdi ki, sənin gücün, taqətin çatır, sünnə oruclarını tuta bilərsən sən. Birinci, dördüncü gün, hər aydan 3 gün və ilə axır. Və Şəvval ayına girdik, Şəvvaldan 6 gün. Və bu onu göstərir ki, sən nafilə orucları tuta bilərsən. Və sən Ramazanda bir ay boyunca qiyamul leyl gecə namazlarına qalxdın, hansı ki təravih namazıdır. Təravih namazını qıldın bir ay boyunca. Bu da onu göstərir ki, sən Ramazandan sonra da nafilə namazlarını, gecə namazlarına qalxa bilərsən, onları əda edə bilərsən. Və sən bu ayda Quran oxumağı çoxaltdın, digər aylarda da çoxalt. Və Allah Subhanahu və Teala'nı zikr etməyi çoxaltdın, digər aylarda da eyni cür. Çünki aləmlərin Rəbbi olan Allah Azze və Cəllə sadəcə Ramazanın Rəbbi deyil. Digər ayların da Rəbbidir. Allah Subhanahu və Teala buyurur ki, وَعْبُدُ رَبَّكَ Rəbbivə ibadət et. Nə zamanacan Rəbbimizə ibadət edəyək? Həttə yətiyəkəl yəqin. Sənə ölüm gələnəcən. Ramazanda yox. Sənə ölüm gələnəcən Rəbbivə ibadət et buyurur Allah Subhanahu və Teala. Və necə ki, sələflər deyərdilər, əgər sən Ramazanda etdiyin ibadətlərin səndən qəbul olunub, olunmadığını bilmək istəyirsənsə, bilmək istəyirsənmi? Ramazanda etdiyin ibadətlər qəbuldur səndən yoxsa yox? Bax, Ramazandan sonraki halıva. Əgər Ramazandan sonra da o ibadətlərin üzərində sabitsənsə, elhamdülillah, necə ki, İbn Rəcəb Rahimullah deyir ki, kişinin Ramazandan sonra Şəvvaldan 6 gün orucu tutması onun Ramazandakı ibadətlərinin ondan qəbul olunmasının dəlilidir. Ona işarədir ki, ibadətlər səndən qəbul olunub Ramazanda. Ona görə çalış, ibadətlərin üzərində sabit qal, hətta Ramazan çıxsa belə. Və sonra isə, madəm ki dedik ki, qeyd elədik ki, Ramazandan sonra da Allah Subhanahu və Teala'nın zikrində davamiyyətdə olmalıyıq, o zaman yerinə düşər ki, qısa olaraq xatırladaq, Allah Subhanahu və Teala'nı zikr etməyin ümumi olaraq fəziləti. Təbii ki, Allah Subhanahu və Teala'nı zikr etmək növlərə ayrılır. Hər növü ayrı-ayrılıqda götürsək, saatlarla danışmağa ehtiyac var. Lakin ümumi olaraq Allah Subhanahu və Teala'nı zikr etməyin fəziləti haqqında qısa olaraq Allah Subhanahu və Teala'nın kitabından və Resulü Muhammed sallallahu aleyhi və səlləmin sünnəsindən bir neçə dəlilə baxağın, xatırladağın onları, diqqətlə qulaq asağın qardaşlarımız. Allah Subhanahu və Teala Quran-ı Kerimdə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu zkurullaha zikran kəsira. Ey iman edənlər, Allahı çoxlu zikr edin. Və səbbihuhu bukratan və asilə. Və Rəbbinizi gecə və gündüz təsbih edin. Yəni zikr edin Rəbbinizi. Və Allah Subhanahu və Teala bu iki ayədə də əmr etdi onu zikr etməyimizi, onu xatırlamağımızı. Allah Subhanahu və Teala'nı zikr etmək sənin ixtiyarı, seçimin olan bir şey deyil. Allah əmr eləyir.
Ey iman gətirənlər, Allahı çoxlu zikr edin əmr formasında. Səbbihuhu əmr formasındadır. Onu təsbih edin, onu zikr edin, xatırlayın. Bukratan və asilə gecə və gündüz. Və başqa ayədə isə Allah subhanahu və teala buyurur ki, fəzkuruni əzkurkum. İstəyirsən aləmlərin Rəbbi azza və cəllə sənin adını mələklərin yanında çəksin, səni zikr etsin, səni xatırlasın. Allah subhanahu buyurur ki, fəzkuruni əzkurkum. Məni zikr eləyin, məni xatırlayın ki, mən də sizi zikr edim, xatırlayım. Və başqa bu barədə hədis gələcək Muhammed sallallahu aleyhi və səlləmdən daha təfsilatlı toxunacaq bu məsələyə. Allah subhanahu və teala başqa ayədə isə bizim nicat tapmağımızın səbəbinin nədə olduğunu buyurur. Və deyir ki, Allah subhanahu vəzkurullaha kəsiran ləalləkum tuflihun. Allahı çoxlu zikr edin. Ola bilsin ki, siz bununla nicat tapasınız, xeyirli sonluğa çatasınız. Allahı zikr etməklə. Başqa bir ayədə isə Allah subhanahu teala əzəmətli bir kəlam söylüyor. Deyir ki, وَالذَّاكِرِينَ اللّٰهَ كَثِيرًا وَالذَّاكِرَاتِ Allahı çoxlu zikr edən kişilər və qadınlar اَعَدَّ اللّٰهُ لَهُمْ مَغْفِرَةً Allah onlar üçün bağışlanma hazırlayıb. Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma hazırlayıb. وَاَجْرًا عَظِيمًا Və onlar üçün əzəmətli mükafat hazırlayıb qiyamət günü. Və ona görə də insan çalışmalıdır ki, gecə və gündüz Rəbbini zikr etsin. Dili daim Rəbbini zikr etməklə yaş qalsın. Və bu barədə ayələr çoxdur, bununla kifayətlənək və Muhammed sallallahu aleyhi və səlləmin səhih sünnəsindən bir neçə hədisə toxunağın. O hədislərdən ən mühimi, Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləm iki nəfəri misal verir. Diqqətlə qulaq asağın. İki nəfəri misal verir Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm. Deyir ki, Məsəlüllezî yəzkuru rabbəh vəllezî lə yəzkuru rabbəh Rəbbini zikr edən kimsə ilə Rəbbini zikr etməyən kimsənin misalı Məsəlül hayyi vəl meyyit Ölü ilə dirinin misalı kimidir? Rəbbini zikr edən kimsə dirinin misalında, Rəbbini zikr etməyən, xatırlamayan kimsə isə ölünün misalındadır. Hətta yer üzərində cəsəd olaraq gəlsə belə, o ölünün misalındadır. Və başqa bir hədisdə isə Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm öz Rəbbindən rəvayət edir. Yəni hədis qudsi hədisdir. Deyir ki, Yəqulullahu azze və cəllə Allah subhanahu və teala buyurur. Muhammed sallallahu aleyhi və səlləm öz Rəbbindən rəvayət edir. Allah belə buyurdu. Ənə İndə zanni abdi bi, mən qulumun mənim haqqımda olan zənni yanındayam. Və ənə mə'əhu izə zəkərani. O məni xatırladıqda, zikr etdikdə mən ondan birlikdəyəm. Mən onunlayam. İstəyirsən Rəbbin sənin olsun, Rəbbi zikr et. Və sonra Allah subhanahu teala buyurur ki, فَاِنْ zəkərani fi nəfsihi, zəkərtuhu fi nəfsi. O məni özü-özlüyündə zikr etsə, mən də onu özü-özlüyündə zikr edərəm. Adını çəkərəm, xatırlayaram qulumu. وَاِنْ zəkərani fi mələin. O məni bir toplumun yanında zikr etsə, xatırlasa, adımı çəksə, məni xatırlatsa, zəkərtuhu fi mələin xayrin minhum. Mən də o toplumdan daha xeyirli bir toplumun yanında qulumun adını çəkərəm, onu xatırlayaram, zikr edərəm. Mələklərin yanında Rəbbin sənin adını çəkir, səndən öyünür. Və elhamdülillah, Allah subhanahu teala istəyir ki, bizi o qullarından etsin. Allah subhanahu teala çoxlu zikr edən qullarından etsin. Və bir hədisdə isə Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, səbəqəl müfərridun. Deyir ki, əl-müfərridun olan kimsələr ötdülər, keçdilər savabda hamını. Sahabələr həris idilər. Bir əcir, bir savab, bir xeyir zikr olunsaydı Allah Resulü tərəfindən, dərhal soruşardılar o xeyrin sahibini. Kimdir? Hansı əməl sahibidir bu xeyrə çatan? Və baxın, sahabələr deyirlər ki, وَمَنْ مُفَرِّدُونَ Ya Resulallah, kimdir müfərridun olanlar ey Allah Resulü? Onlar hamını ötüb keçiblər savabda. Biz də onlardan olaq. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm deyir ki, اَذَّاكِرُونَ اللّٰهَ كَثِيرًا
وَالذَّاكِرَاتِ Allahı çoxlu zikr edən kişilər və qadınlardır müfərridun olanlar. Hansı ki, savabda hamını ötüb keçiblər. Allahı çox zikr edən kişi və qadınlardır. Və qardaşlarım, zikirlər çoxdur. Subhanallah, elhamdülillah, la ilahe illallah, Allahu akbar, la havle və la quvvete illa billah və ilə axır. Bu zikirlərlə bütün günü çalış, dilin yaş qalsın. Və o zikirləri ayrı-ayrılıqda hər birinin fəzilətindən danışsaq saatlarla vaxt alar. Qısa olaraq bir zikir haqqında hatırlatma etmək istəyirəm. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm bir hədisdə deyir ki, Kəlimətəni xafifətəni aləl lisani. İki dənə kəlimə var ki, dildə asandır, yüngüldür. Səqilətəni fil mizan. Tərəzidə ağırdır. Həbibətəni ilə rəhmən. Rəhmənə sevimlidir. Allah subhanahu wa ta'ala sevimlidir o kəlmələr. Subhanallahi və bihamdih. Subhanallahil azim. Subhanallah, diqqətini, dildə yüngüldür, tərəzidə ağırdır, rəhmənə sevimlidir. Subhanallahi və bihamdih. Subhanallahil azim. Başqa bir hədisdə isə Muhammed sallallahu aleyhi və səlləm bu hədisin iki kəlmə dediyi Subhanallahi və bihamdih və Subhanallahil azim. Subhanallahi və bihamdih zikrinin özünə də ayrıca fəzilət gəlib. Necə ki Allah Resulü buyurur ki sallallahu aleyhi və səlləm Mən qalə Subhanallahi və bihamdih fi yevmin mi'ətə mərrah. Kim bir gündə 100 dəfə Subhanallahi və bihamdih desə, gün ərzində 100 dəfə Subhanallahi və bihamdih desə, xuttat xatayahu. Onun bütün günahları bağışlanar. Və in kənət mislə zəbədil bəhər. Hətta onun günahları dənizin üzərinə yığılan o köpüklərin miqdarı qədər olsa belə. Gündə 100 dəfə Subhanallahi və bihamdih desə, onun günahları bağışlanar. Başqa bir hədisdə isə eyni zikr haqqında Allah Resulü buyurur ki, kim gün ərzində 100 dəfə Subhanallahi və bihamdih desə, qiyamət günü onun qədər əcri heç kim gətirə bilməz. Yalnız kim bu zikri 100-dən daha çox deyərsə, o ondan çox gətirə bilər. Və ona görə də Allah Subhanahu wa Ta'ala'nın zikr etməyin böyük məqamı var, fəzilətləri var və istəyirəm ki, son bir hədisə də toxunaq və onunla da kifayətlənək Allah Subhanahu wa Ta'ala izni ilə. Və bu hədis bizim məclisimiz üçün də keçərlidir. Baxmayaraq ki, hədisdə başqa ləfz gələcək. İnşallah oxuyağın hədisi. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, وَمَا اجْتَمَعَ قَوْمٌ فِي بَيْتٍ مِنْ بُيُوتِ اللّٰهِ Əgər bir toplum, bir qövm Allahın evlərindən birində toplaşarsa, elm-əhli buyurur ki, bura daxil olur bütün zikir məclisləri. Ona görə bu zikir bütün kitablarda diqqət etsəz, bəbu fadlu məcəlisi zikir. Bu cür gəlir ki, yəni elm məclisinin, daha doğrusu zikir məclisinin fəziləti. Bu cür gəlir. Yəni şərt deyil Allah Subhanahu evlərindən birində olsun. Allah Resulü buyurdu ki, əgər bir toplum Allahın evlərindən birində toplaşarsa və ya zikir məclislərindən birində toplaşarsa, Yətlûne kitaballah. Allahın kitabını oxuyarlarsa. Və yətədərəsunəhu beynəhum. Və onu Allahın kitabını öz aralarında biri-birinə təlim eləyərlərsə, örgədərlərsə, və yətədərəsunəhu beynəhum illə nəzələt aleyhimus səkinə. Onların üzərinə səkinət, rahatçılıq, huzur enər. Və sonra buyurur ki, və qaşiyyəthumur rəhmə. Və onları rəhmət bürüyər. Allah Subhanahu Teala rəhməti o məclisdəkiləri bürüyər. Və həffəthumul mələikə. Və mələklər onları əhatəyə alar, dövrəyə alarlar. Və sonra isə ən əzəmətlisi, ən əzəmətli fəzilət deyir ki, hədisdə və zəkərəhumullahu fīmən ində. Allah Subhanahu və Teala o məclisdəkilərin adını öz yanındakilərin yanında zikr edir. Mələklərin yanında o məclisdəkiləri zikr edir. Allah Subhanahu wa Ta'ala'dan istəyirəm ki, bu məclisimiz də o məclislərdən etsin və Allah Subhanahu wa Ta'ala bizi Allah Subhanahu wa Ta'ala'nı çoxlu zikr edən qullarından etsin. Allah Subhanahu wa Ta'ala günahlarımızı bağışlasın və öz mələklərinin yanında adımızı çəkərək bizi zikr etdiyi qullarından etsin. Subhanakallahumma və bihamdik. Əşhədu an la ilahe illə ənt. Əstəğfiruka və ətubu ileyk. Esselamu aleykum və rahmetullahi və barakatuhu.